Artıq hər iki komandanın futbolçuları və oyunu idarə edəcək hakimlər briqadasının üzvləri yavaş-yavaş stadionun dəhlizini tərk edirlər. Bir neçə gündən sonra bu stadionda da İslam oyunlarının futbol maçları keçiləcək, bəzi görüşlər olacaq və artıq bununla əlaqədar həm də Azal Arenada təhlükəsizlik tədbirləri də gücləndirilib. Zira azarkeşlər ekranlarınıza gəlir və oyundan əvvəl hər iki komandanın baş məşqçiləri Tərlan Əhmədovla Ayxan Abbasov bir-birlərinə uğurlar arzuladılar. Əslində artıq daha çox bəlkə də Ayxan Abbasova uğurlar arzulamaq yerinə düşər. Çünki onun komandası Avropa Liqasında mübarizə aparacaq böyük ehtimalla. Azal isə taliyi necə olacaq hələ ki bilinmir. Maralı kadrlardan biri həm də Təmkin Xəlilzadənindir. Tərlan Əhmədovla yaxınlaşıb, eləcə də Valdar Nuriyevlə görüşməsidir. Bu futbolçu Qarabağın oyuncusu olarkən icarə əsasında həm də Azalda oynadı bir müddət. İndi isə Zirədə çıxış edir və bəzi son məlumatlara görə, yayılan hələ ki rəsmiləşməyən məlumatlara görə Təmkin Xəlilzadə yeni mövsümdə Qarabağda ola bilər. Hər halda kütləvi informasiya vasitələrində belə xəbərlər dolaşır. Hər vaxtınız xeyir, hörmətli futbol əvəzkarları. Azal Arenaya xoş gəlmişsiniz. Bugün Görüşün baş hakimi Əliyar Ağayevdir və 39 Sadiq Quliyev, 16 Hakim Latifov, 28 Təmkin Xəlilzadə, 8 Milan Düriç. Məlumatlar olarsa bu haqda mən sizə xəbər verməyə çalışacağım. Sumqayıt və Gəncədə keçirilən oyunlar barədə oyundan kənar vəziyyəti yox idi, az qala. Elviv və paralel keçən oyunların hələ heç birində hesab açılmayıb. Kəfəsi Inter Sumqayıt isə Qəbələni qəbul edir. Uzaqdan qapıya zərbə, ancaq Anar Nəzirov yerindədir və o topu tutmaqda çətinlik çəkmədi. Təmkin Xəlilzadə oyundan kənar vəziyyəti yoxdur. Sinəsi ilə topu qəbul etdi. Qapı qarşısının onun ötürməsi və qapıcı topu uzaqlaşdırır və ikincidən zərbə ilə qonaqlar topu oyuna daxil etmədilər. Və topu ala bildi Azalın futbolçuları. Rəqibdən Qeyrət Əliyev komanda yoldaşı ilə oynadı. Yenə top bitirilir və təhlükəli alına bilər. Zirənin bu ucubu Elvin Məmmədov topu Latifov ötürür. Hakim Latifov qapı qarşısına ötürmə, amma son anda Azalın müdafiəçisi Kamil Hüseynov topu qapı qarşısından çıxara bildi. Hələ ki, yalnız Sumqayıt Qəbələ maçında. Artıq Sumqayıt Qəbələ maçında hesab 2-0 oldu. Sumqayıt komandası ikinci qolu da vurur. Züriçin ötürməsi, Elvin Məmmədov oyundan kənar vəziyyəti yoxdur. Elvin topu qəbul etdi. Elvin qapıya zərbə, top qapıdadır. Elvin Məmmədov hesab açır. Azal Zirə maçında görüşün 34-cü dəqiqəsində 1-0 Zirə önə keçir. oyuncusu Elvin Məmmədov keçirdi. 0-1. Bir daha təkrar izləyirik. Orada Azalın müdafiəçisi mane olmaq istəyirdi Elvin Məmmədov, amma buna müvəffəq ola bilmədi. Elşad Manafov idi bu və Elvin topu uzaq küncə göndərir. Tərlan Qasımzadə Türk komandasına kömək edə bilmir. 1-0. Məzakoliyedən Türiç. Latifov sağcantı topu qəbul edir. Onun cəl meydançasına ötürməsi Qadzı və top qapıdan aralı keçir. Qəbələ hesab fərqini azaltdı. Baxırıq təkara, Latifovun ötürməsi qapı qarşısından və Qadzənin başda zərbəsindən sonra top qapıdan aralı keçdi. Qayda pozulmamışdı, oynamaq olar və indi Təmkin Xəlilzadə cəl meydançasındadır. Qapı qarşısından yerlə ötürmə verməyə lazımdır və qapıcı Tərlan 9 metrlik məsafəni təyin edəcək. Bəli, bir qədər əvvəl məhz Təmkin Xəlilzadənin ötürməsindən sonra bu epizodda Azalın qapıcısı Tərlan Qasımzadə yaxşı oynadı, təhlükəni soğuşdurdu. Züriçin ötürməsi birbaşa qapıya tərəf və top qapıdadır. İkinci gol Milan Züriç. 2-0 oyunun 54-cü dəqiqəsində ikinci gol vurur. Qapıçının başı üzərindən top qapıya doğru getdi. Adətən Azərbaycan çempionatının birinci dəstəsində bu cür qollar çox vurulur. Və indi həmin qollardan oxşar bir qolu biz Azal Zirə maçında gördük. Tərlan Qasımzadə.
Milan Zürich topu qapıya göndərəcək. Təmkin Xəlizə yox, Təmkin qapıya birbaşa zərbə vurdu. Digər onlar nəticələrinə diqqət edirəm, hələ ki hesab dəyişməyib. Sumqayıt 2-1 öndədir, Kepəz 1-0 və Neftçi Qarabağ maçında da hesab açılmayıb. Real Nəcəfov Tonkaraya ötürdü topu, qapı qarşısına ötürmə və Real topu demək olar ki 3 metrdən qapıya göndərə bilmir. Bir qədər əvvəlki epizodun təkrarını izləyirik biz. Tonkaranın ötürməsi və demək olar ki 3 metrdən Real Nəcəfov topa toxuna bilmədi həmin epizodda. Sedrizi Ağayev toplaydı, Elnur Süleymanov. Samir Məsimov nəzarət edir topa, onun cəl meydançasına ötürməsi. Real Nəcəfov başla zərbəsi, amma yenə də Anar Nəzirov üçün elə bir təhlükə yaratmadı bu zərbə. Qəsd və topu ondan ala bildi. Sol cinatda isə Təmkin Xəlizadə topa çatır. Qapı qarşısında artıq Zirənin 3 futbolçusu var və penalti nöqtəsi göstərir Əliyar Ağayev. İşarəsi gəldi, Təmkin Xəlizadə və 3-cü gol. 3-0. Zirə Azallat səfər maçında 3-cü qolu vurur. Oyunun 83-cü dəqiqəsində artıq 83-dür. Gəncə Dələk hesab 1-0 Kəpəzin xeyrinədir və Sumqayıt Qəbələ maçında da 2-1 meydan sahibləri öndədir. Neftçi Qarabağ oyununda birinci hissə yekunlaşır. 44-cü dəqiqə gedir həmin oyunda, hesab açılmayıb. Artıq hər iki komandanın futbolçuları oyunun başa çatmasını gözləyirlər. Mövsümün son oyunu bugün Topaz Premyer Liqasında 2016-2017-ci illər mövsümünə yekun vurulur və Əliyar Ağayev oyunun başa çatdığını bildirir. Zirət 4-cü yeri özdən təmin edir. Zirət mövsümü 39 xalla başa vurur. Komanda Avropa Liqasında çıxış edəcək bu mövsüm. Azal isə çempionatda sonuncu olur. Azal komandası 10 xal toplaya bildi bu mövsüm və Azalın ümumiyyətlə taleyi necə olacaq? Elə ki bu sualın cavabını da heç kim bilmir. Azal